zaman Gündəlik aparılır? müşahidəni nə zaman aparırsınız müəllimə? Gündəlik müşahidə gün ərzində uşaq müşahidə edirik. Bəli. Onun Bəs ona dövrü dövrü? aiddir onda, oyun, təlim, əmək. Bəli, Dövrü dövrü müşahidə. Aha, bəs hansı Dövrü müşahidə formaldır, hansı qeyri-formaldır? Gündəlik qeyri-formaldır, dövrü formaldır. Bəli, müəllimə, tamamilə doğrudur. Bu qiymətləndirmə mexanizmi uşağın, belə deyim də, söhbət və oyun formasında aparılır. Müsahibə. Şifahi soru. Bəli. Bəs, belə deyim, uşaqla bunu söhbət formasında aparırsınız, lakin bu uşağın... Müsahibə. Bəli, çox doğrudur. Yaxşı, müəllimə, portfolio nədir? Portfolio qovluq deməkdir. Portfolioda nələr saxlanılır müəllimə? Uşağın nailiyyətləri, foto şəkilləri, uşaq haqqında məlumatlar. Bəli, müəllimə. Portfolio valideynin mi bələdçisidir, yoxsa tərbiyəçi müəlliminmi? Tərbiyəçi müəllim. Bəli. Yaxşı, portfolio uşağın ibtidai sinifə keçməsində rol oynayır. Xeyr, rol oynamır, amma ibtidai sinif müəllimi baxa bilər. Maraq üçün. Bəli. Yaxşı, müəllimə. Şəxsi inkişafi izlənmə mexanizmi necə aparılır? Şəxsi inkişaf formatlı qiymətləndirmə. Bəli. Müşahidə, müsahibə, şifahi soru, portfolio vasitəsi. Onlar mexanizmdir. Mən deyirəm ki, şəxsi inkişafi izləmə necə aparılır? Gündəlik müəllimə. Bəli, gündəlik. Düzdür, gündəlik aparılır. Uşaqlar müşahidə. Kim tərəfindən aparılır? Orada yerinə yetirir. Tərbiyəçi müəllim. Bəli. Bəs rəyi hansı qiymətləndirmədə veririk? Rəyi? Bəli. Yekun hesabatda. Xeyr. Yekun hesabatda rəy verilir müəllimə. Bəs hansında veririk? Bəli. Rəyi kim verə bilər? Təkcə tərbiyəçi müəllim verir. Tərbiyəçi müəllim də verə bilər, orada müdiriyyət də verə bilər. Xeyr, müdiriyyət verə bilməz rəyi. Rəyi uşaq verə bilər, yanındakı dostu verə bilər. Rəyi tərbiyəçi müəllim verə bilər. Yaxşı müəllimə, diaqnostik qiymətləndirmə nədir? Diaqnostik ilkin qiymətləndirmə. Nə zaman aparılır? Uşaq ilk dəfə bağçaya gələndə, bağçada qrupda, sinifdə otaqlarını dəyişəndə, müəllim ilk dəfə qrupa girəndə, yəni ilkin deməkdir də. Bəli, müəllimə. Yaxşı müəllimə, diaqnostik qiymətləndirmə bizə nələrə imkan verir? Uşaq haqqında məlumat almağa ilk dəfə. Bəli. Hansı qiymətləndirmədir ki, differensial qiymətləndirmədir? Fərdi yanaşırıq. Diaqnostik. Bəli. Yaxşı müəllimə. Bəs təlimin təşkilinə verilən tələblər var ki, biz uşağı qiymətləndirmə zamanı bunları nəzərə almalıyıq. Orada uşağa sevgi, hörmət bəslənməlidir. Müqayisə, digər uşaqlarla müqayisə olunmamalıdır. Ancaq keçmiş nəticələrlə müqayisə olunmalıdır. Bir də ki, qiymət uşaqlarda mənfi hisslər öyrətməməlidir da. İləri getmə məsələlərini möhkəmləndirməlidir. Uşağın şəxsiyyətinə toxunmaq olmaz. Bəli, toxunmaq. Bəli, müəllimə.